Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin ala nebiyina Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Uca Allah Teala elm məclisimizi xeyirli, bərəkətli eyləsin. Uca Allah Teala bizləri hər zaman xeyir işlərə müvəffəq eyləsin. Biz əvvəlki mövzumuzda Adəm əleyhissalamın həyatına toxunmuşduq. Çünki Peyğəmbərlərin həyatını bilmək və oradan ibrət almaq hər bir insan üçün, hər bir mömin üçün çox faydalıdır. Allah Teala Quran-ı Kərimdə əlbəttə ki, bütün Peyğəmbərlərin deyil, amma əsasən ən önəmli Peyğəmbərlərin həyatı barəsində, başlarına gəlmiş hadisələr barəsində bizlərə xəbər verir ki, bizlər də onlar kimi, yəni onları özümüzə nümunə götürək. Necə ki, Allah Teala Quran-ı Kərimdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə ulul əzm, yəni ən şərəfli, ən çox adı çəkilən Quran-ı Kərimdə Peyğəmbərləri kimi səbr etməyi tövsiyə buyurur. Buyurur, fəsbir kəmə sabara ulul əzmi minər rusul və lə təstəcil ləhum. Necə ki, səndən əvvəlki o Peyğəmbərlərin səbr etdiyi kimi səbr et, ulul əzm ən dəyərli, ən şərəf Peyğəmbər və lə təstəcil ləhum deyə tələsmə. Baxın, nəyə görə əvvəlki o ulul əzm ən tanınmış Peyğəmbərlər? Çünki onların həyatı, demək olar ki, hamısı Peyğəmbərimiz olsa həm həyatı onlara bənzəyir. Yəni səbir, öz qövmündən gördükləri işgəncə və s. Allah da Quran-ı Kərimdə və bunlardan da birisi ilk elçi, Adəmdən sonra olan ilk elçi nədir? Nuh əleyhissalam. Onu həyatı barəsində buyurur Allah Quran-ı Kərimdə. Kəzzəbət qavmu Nuhil mursəlin. Həqiqətən deyir, Nuhun qövmü onu yalancı saydı. İz qaləhum əxuhum Nuhun ələ təttəqun. Nuh isə onlara belə demişdi, Allahdan qorxun. İnni ləkum rasulun əmin. Mən Allah tərəfindən sizlərə görülmüş elçiyəm. Və Allah buyurur Quran-ı Kərimdə, Ləqəd ərsəlnə Nuhan ilə qavmi. Nuhu öz qövmünə göndərdi. Fəqalə ya qavmi i'budullahə mə ləkum min ilahin qayru. O qövmünə belə dedi, Allah ibadət eləyin, sizin Allahdan başqa ilahınız yoxdur. Yəni Allahdan başqa ibadət edilməyə haqq məbud yoxdur. İnni əxafu aleykum əzəbə yevmin azim. Əgər siz bu dəvəti qəbul etməsəniz, əzəmətli günün əzabından sizləri çəkindirirəm və qorxuram ki, o əzəmətli günün əzabına düşər olasınız. Əlbəttə ki, Nuh nədir? İlk elçi. Adəmdən sonra, Adəm Peyğəmbərdən sonra Uca Allah'ın salamı, salavatı olsun bütün peyğəmbərlərə. Nuh əleyhissalam ilk elçidir və Adəm və Nuh arasında 10 əsr vaxt olur. 10 əsr, subhanallah. Və Allah Teala 10 əsr nəyə görə elçi göndərmədi? Çünki bütün o dövrdə hamısı bir etiqad üzərinə idi. Yəni Allah ibadət edirlər və Uca Allah Teala heç bir şey şərik qoşmurdular. Nə zaman ki Allah'a şərik qoşdular, Allah Teala neynədi? Nuh əleyhissalamı göndərdi, subhanallah. Və Nuh əleyhissalam nədir? Əvvəl Rus, ilk elçi. Peyğəmbər, Adəm əleyhissalam peyğəmbərdir. Amma elçi nədir? Yeni bir dinlə göndərilən. Peyğəmbər, yəni əvvəlkiləri yolu ilə gedən. Amma Adəm əleyhissalam üçün nədirlər? İlk peyğəmbər. Yəni Allahın ilk yaratdığı, həmçinin ilk yaratdığı bir insan. Ondan sonra ilk elçi kimdir? Yer üzərinə Allah Teala'nın göndərdiyi Nuh əleyhissalam. Çünki Allah Quran-ı Kərimdə bu İnnə əvhəynə iləykə kəmə əvhəynə ilə Nuhin və nəbiyyinə min ba'di Nisa surəsində. Biz əvvəlkilərə Nuh, baxın, Nuha və digər peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də deyir, vəhy etdi. Allah Quran-ı Kərimdə Nuh əleyhissalamı tərifləyir. Zurriyyətə mən həməlnə mə Nuhin innəhu kənə abdən şəkura. O deyir, Allaha şükr edən qullardan idi İsra surəsində. Baxın, Nuh əleyhissalamın nəyə görə həyatı çox önəmlidir bir mömin üçün? Nuh əleyhissalam 950 il dəvət edir, subhanallah. Və bu 950 il içərisində çox az bir insan iman gətirir. وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا 50 عَامًا. Yəni 1000 ildən 50 əksi. Yəni 950 il qövmünü neynədi? Dəvət etdi. فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ. Sonunda nə oldu? Allah Teala tufanla onları hamısını suya qərq etdi. Yəni zalimlar həlak oldular Ənkəbut surəsində.
Düşünün, 950 il təbliğat, ancaq sonda nə deyir? Çox az bir insan iman gətirdi, subhanallah. Amma Nuh Aleyhisselamın az iman gətirməsi onu yordu mu? Yox. Onu üzdü mü? Yox. Çünki nəyə görə? O Allah Taala'dan olan elmi çatdırır, vəhyi. Amma kimlərə hidayətə gəlməsi o Allahın əlindədir. Heç kimsə ona nədir? Qarışa bilməz. Həmçinin buyurur ki, Allah Quran-ı Kərimdə Nuhun nəslinə, zürriyyətinə elçilik verdi. Və laqad arsalna Nuhan və İbrahimə, Nuhu ondan sonra İbrahimi göndərdi və onların zürriyyətində peyğəmbərlik verdim deyir, kitab verdim deyir. Həmçinin Allah da Nuh Aleyhisselamı dualarının qəbul olunması ilə nə edir? Tərifləyir və deyir ki, onu əzəmətli bir sıxıntıdan xilas etdiyi deyir. Və laqad nadana Nuhun fələnni'məl mucibun. Nuh bizə yalvardı, yaxardı. Biz nə gözəl cavab verən idik, subhanallah. وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ. Onu əzəmətli bir sıxıntıdan, onu və əhlini əzəmətli bir sıxıntıdan deyir, xilas etdi. Subhanallah. Ona görə nədir? Nuh Aleyhisselama qədər bütün insanlar bir din üzərində idi. İslam, yəni Allah ibadət. Ona görə soruşurlar ki, Peyğəmbərimiz s.ə.v-dən, Səhih İbn Hibbandan gəlir, deyir ki, Ya Rasulallah, ənəbiyyun kənə Ədəm? Deyir, Adəm Peyğəmbər idi, bəli, Peyğəmbər idi. Subhanallah. Və Nuhla Adəm arasında 10 əsr fərq var idi. 10 əsr nə qədər yəni? 1000 il. Bunu deyir İbn Abbasdan gələn rivayətdə. Kənə beynə Ədəm və Nuh əşrətə qurun. 10 əsr hamısı bir din üzərində idi. Tavhid əqidəsi. Allah'a şərik qoşmurdular. Nə zaman ki Nuhun qövmündə Allah'a şərik qoşdular, Allah Teala Nuhun eynədi, elçi seçdi. Kənən nəs ümmətən vahidə. İnsanlar bir din üzərində idi, subhanallah. Yəni hidayət üzərində idi. Adəmdən ancaq Allah'a ibadət edirdilər, heç bir şey Allah'a şərik qoşmurdular. Şeytan insanlara sonra salih insanları şişirtmək, Allah Teala'nın verdiyi vəsfdən daha uca vəsfə çıxartmaq, Allah Teala kul adlandırır, bunlar neynədə? İlahiləşdirdilər, Allah'a şərik qoşdular, halalı haram etdilər, haramı halal etdilər və altına neynədi? Elçi göndərdi. Baxın, deyək Peyğəmbərimiz s.ə.v bir gün xütbəsində Ələ innə Rabbi əmərəni ən uəlliməkum. Rəbbiniz mənə əmr etdi ki, sizlərə öyrədim. Nəyi? Mə cəhiltum mimmə əlləməni Rabbi. Hansı ki o məsələləri ki, mən bilirəm, siz bilmirsiniz. Nə demişdi Allah Teala? İnni xaləqtu ibadi hunəfə. Mən bütün qullarımı hunəfə, yəni nə deməkdir? Tavhid üzərində yaradıram. Allah'a imanla. Kulluhum, hamısı. Anada olan uşaq fitrət üzərində doğulur. Ətəthumu şeyatin, amma şeytanlar neynədi? Onları o fitrətdən uzaqlaşdırdılar. Dindən uzaqlaşdırdılar. Harramat aleyhim mə əhləlt ləhum. Halal buyurduğumu haram etdilər. Və əmərtuhum ən yüşrik və əmərəthum ən yüşriku bi və mənə şərik qoşmağı əmr etdi deyir şeytan, subhanallah. Səhih hədisdə gəlir. Həkim deyir ki, səhihdir, subhanallah. Ona görə də ilk bütə ibadət edən kim olub? Nuh Aleyhisselamın qövmü. Və bunun da səbəbi nə idi? Gulub, həddini aşmaq. Yəni Allahın salih qulları var. Biz Allahın salih qullarını sevirik. Amma Allahın salih qulları ilah deyil. Bəziləri salih qulları Allah dərəcəsinə yüksəldirlər. Övliya dirildir, qeybi bilir, yağış yağdırır. İmam qeybi bilir, ölü dirildir, yağış yağdırır. Allaha aid olan sifətləri Allahın salih qullarına nisbət etməklə əslində onlar Allah dərəcəsinə qoyurlar. Və baxın, ilk dəfə bəşəriyyətdə Allaha şərik qoşmağın təməli bununla başladı. Subhanallah. Əl-Guluv, həddini aşmaq. Nədir? Salih insanları sevgidə həddini aşmaq. Biz Allahın qullarını sevirik Allah üçün. Amma onlar ilah deyil. Subhanallah. Baxın, deyir ki, Allah da Quran-ı Kərimdə bunu vəsf edir bizlərə Nuh surəsində. Qalə Nuhu Rabbi innəhu əsəvni. Nuh Aleyhisselam uzun bir müddət 950 il təbliğatından sonra dedik, ey Rəbbim, onlar mənə asi oldular. Baxın, asi oldular. Subhanallah. Və sonra deyir, və məkəru məkran kubbara. Böyük bir hilə qurdular. Neydi o hilə? Və qalu la təzərunnə əlihətəkum. Dedilər ki, ilahlarınızı tərk etməyin. Nuh Aleyhisselam nəyə dəvət edirdi? Allah'a şərik qoşmayın. Bunlar isə deyirlər ki, xeyr, ilahlarınızı tərk etməyin. Və la təzərunnə vəddən və la suva'an
Və la yəğusə və yəuqə və nəsra. Dedi ki, bu salihlərin adlarıdır Nuh qövmündə. Nə idi o? Vad, Suva, Yağuz, Yauq, Nəsr. 5 dənə nədir? Salih insanlar. Onları tərk etməyin. Və qad adallu kəthira. Çoxlarını haqq yolundan azdırdılar. Və la təzzi zalimi illə dal. Yəni bunların zülmü daha da artdı. Subhanallah. Ona görə deyir ki, İbn Abbas radiyallahu anhu, bunlar deyir salih insanlardır. Kimin qövmündə? Nuh aleyhissalamın qövmündə. Onlar dünyasını dəyişəndən sonra, baxın şeytan dedi ki onlara, görün şeytan nəsihətli cildində gəlir birinci insana. Nəsihət eləyir güya. Bunu elə. Sən onu eləyəndən sonra deyir ki, sən artıq bunu etdin, heç zaman sən düzəlməzsən. Yəni möminlərdən söhbət gedir. Onları necə aldatmışdı? Baxın şeytan. Dedi ki, siz onların şəkillərini çəkin, bütlərini düzəldin, öz oturduğunuz məclislərə dikin onu. Onlara baxmaqla onların ibadətini yada salarsınız, Allah'a daha çox ibadət eləyərsiniz. Əslində zahirən gözəl bir şeydir. Amma şeytanın nəyi var idi? Uzaq görən planı. Etdilər bunu. Subhanallah. Öz adları ilə bu filandır, bu suvadır, bu yauqa və nəsra. Fələm tu'bəd. İbadət etmədilər birinci. Hətta izə hələkə əhulək. Bu nəsil vəfat etdi, getdi. Baxın, ona görə deyir ki, mömin səbirli olmanıya görə şeytan çox səbirlidir. Yəni, insanı azdırmaqda uzun illər gözləyər. Ona görə də elə bir düşməndir ki, qarşımızda insan ona görə qorunmalıdır. Uzun il, bir ildə gözləmək, yox, illərlə gözləyər səni azdırmaq üçün. Fürsəti tapanda səni azdıracaq. Əgər ona imkan versən, subhanallah. Baxın, o qövm həlak oldu, getdi, vəfat etdi. Subhanallah. Sonra nə oldu? Əlbəttə ki, elm aradan qalxdı, elm zəiflədi, cahillik başladı. Subhanallah. Ondan sonrakına gəlib deyir ki, sizdən əvvəlkilər bunlardan kömək istəyirdilər, bunlardan yağış diləyirdilər, bunlardan evlad diləyirdilər, siz də bunu edin. Və beləliklə onlar onu etdilər və Allah'a şərik qoşdular. Subhanallah. Zamanımızdakilər necə də oxşayır? Allah'a aid olan sifətləri nədən istəyirlər? Allah'a aid olan, Allahın qüdrətində olanları kimdən istəyirlər? Salih insandan, övliyadan, ya imam, estağfurullah. Salih insanlar Allahın qullarıdır. Yaxşı əməl edib ki, cənnəti qazansın. Onlar yaxşı əməl etməyib ki, öləndən sonra bizimlə Allah arasında vasitəçi olsun və yaxud da ki, bizim dualarımızı Allah'a çatdırsınlar. Və əgər Allah da salih insanlara belə vəzifə verib, yox. Nə Quran-ı Kərimdə, nə də Rasulullahın hədislərində belə bir şey yoxdur. Elə çıxır ki, bu salih insan bu dünyada yaxşı əməllər edir ki, öləndən sonra hələ böyük vəzifəsi var. Nədir? O dünyadan bizimlə Allah arasında vasitəçi olacaq. Subhanallah. Allah da Quran-ı Kərimdə bizə buyurub, duanı da etməyi öyrədib. Hətta Allah da bizləri Quran-ı Kərimdə buyurub, Allah'a yaxınlaşdıran vəsilə nədir? Dua, ibadət. Deməyib ki, salih insanların qəbirləri. Subhanallah. Baxın, bu nədir? Əlbəttə ki, ilk baş verdi. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm İzə mətə fihimul abdu salih əv raculu salih bənu alə qabrihi məscidən thumma savvaru fi tilkə suvar. Onlardan bir salih insan dünyasını dəyişəndə o salih insanın üzərinə məscid tikərlər, onların şəkillərini və ya da onların bütlərini düzəldərlər və sonra nə edərlər? İbadət edərlər. Ulaikə şirarul xalq indallah. Onlar Allahın yaratdığı Allah dərgahında ən şərli məxluqlardır. Subhanallah. Görün, Allah'a şərik qoşmaq nə qədər günahdır. Və bu şirkin səbəbi nədir? Elmin azlığı, cəhalətin çoxluğu və həmçinin salih insanları sevməkdə həddini aşmaq. Subhanallah. Ona görə Allahın bizlərə böyük lütfüdür ki, elçilər göndərib. O elçilər bizlərə həm haqqı çatdırıb, həm də bizləri nə edib? Günahlardan çəkindirib. Subhanallah. Baxın, deyir ki, لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِ Nuhu öz qövmünə göndərdi. Nə demişdi? Allah'a ibadət eləyin. Əraf surəsi. Subhanallah. Həmçin deyir ki, لَقَدْ إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِ أَنْ أَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ Nuh surəsində biz Nuhu göndərdik öz qövmünə. Onlar əzab gəlməmişdən əvvəl onları Allahın əzabı ilə qorxuz.
Qalə ya qavmi, o belə dedi Nuh əleyhissalam, inni ləkum nəzirun mubin. Mən açıq-aşkar sizləri çəkindirirəm. Əni'budullaha, ancaq Allah'a ibadət edin. Vəttəquhu, ondan qorxun. Və ati'un, ona itaət edin. Subhanallah. Bütün elçilərin dəvəti nədir budur? Baxın, Nuh əleyhissalam dəvətində bir çox metodlardan istifadə etdi. Onlara qısa olaraq toxunaq. Birinci nə demişdi? Baxın, mən Allah tərəfindən bir nəsiyyətçiyəm sizlərə. Subhanallah. Qalə ya qavmi, ey qövmüm, mən zəlat əhli deyiləm. Qövmü belə deyirdi. Əksinə mən Allah tərəfindən göndərilmiş bir elçiyəm. Rəbbimin risalətini sizlərə çatdırıram. Subhanallah. Kəzzəbət qavmu Nuhinil mursəlin. Amma Nuhun qövmü nədir? Elçiləri deyil, yalan saydı. Subhanallah. Və sonra baxın, burada çox gözəl bir şey var. Nuh əleyhissalam surəsindən. Dedi ki, həmçin mən sizlərə bunu çatdırmaqla mənim məqsədim dünya deyil. Subhanallah. Yəni, insanlar elə başa düşməsinlər ki, Nuh bu təbliğatı edirsə, müqabilində siz ona dünya verməlisiniz. La ilahe illallah. Bax nə? Və mə əsəlukum aleyhi min əcrin. Mən buna görə sizdən bir nemət, mükafat gözləmirəm. İn əcriyə illə alə rabbil aləmin. Mənim mükafatımı Allah verəcək. Fəttəqullah, Allahdan qorxun və ati'un. Şu Ara surəsi, subhanallah. Baxın, həmçinin bu nə dəlildir? Allah üçün dəvət edən insan, insanlara tövhidə çatdıran insan bu əməlini, ibadətini dünya üçün etməz. Kim dünya üçün edirsə, o Allah üçün dəvət etmir. Ona görə kim dinində şərəfli olmağa çalışırsa, yəni, mən insanları dəvət edim, məni saysınlar, mənə hörmət etsinlər, tanınım, şöhrətpərəst olum. Və ya dinində, bu dini ona görə edim ki, mən başçı olum, insanları idarə edeyim, kütlə idarə edeyim. O Allah üçün dəvət deyil, o özü üçün dəvətdir. Buyurur Peyğəmbərimiz s.ə.v. Kim dinində şərəfli olmaq üçün bu dəvət edirsə, yəni din, tanınmaq, şöhrətpərəst, ətrafında adam olsun və ya kütləni idarə edeyim. Bu sifət kimdə varsa, baxın deyir ki, bu bir qoyun sürüsünə hücum edən iki canavara, ac canavara bənzəyirdir. Ac canavar neyini dağıdır, tökür. Əgər kim dininlə tanınmaq üçün bunu edirsə, İnsanlar məni saysın. Demək, onun hədəfi nədir? Allah üçün deyil. Bu yolda hər şey gedəcək. Baxın, necə də oxşayır bu dəvətə hizbiçilərin dəvəti. Əgər hədəf qoyurlar, bizim məqsədimiz nədir? Cəmaat bizlə olsun. Kütləni idarə eləyək, subhanallah. Hətta baxın, necə oxşayır ki, onlarda qayda götürürlər. Kim bunların elə bir ki, liderinə toxunsa, onun haqqında danışsa, ən böyük düşmənsən. Hətta təqvalı olsan. Amma fasıq ol, onu təriflirsənsə, sən yaxşı insansan. Deyir, o nə olsun, günahları var, səhvləri var, bağışlanar. Subhan, bu Allah üçün dəvət deyil. Və bunları kim belə dəvəti öyrədir? Öz başçıları. Cəmaatı nəyə yönləndirir? Kim mənim haqqımda danışsa, onu vurun, söyün, təhqir eləyin. Cəmaat elə bilir ki, bunlar doğru yoldadırlar, subhanallah. Kimin üçün çalışırlar? Ona toxunmaq olmaz. Bu Allah üçün dəvət deyil. Bu Peyğəmbərlərin dəvəti deyil. Bu, İxvan-ı Müslimin dəvətidir, ziyarət əhlinin dəvətidir. İnsanları kütləni idarə edeyim. Hətta onların başlarını bilsə, mən danışanda mənə bilsin nə demişdi? Filan məscid mənləndir, filan kənd mənləndir, filan şəhər mənləndir. Adlarını çəkirdi, subhanallah. Bu, Allah üçün dəvət ola bilər. Eşimiz desin ki, alimlər ki, filan kəs mənləndir, filan kəs mənləndir. Yox, sən haqqı çatdır. Kim qəbul edər, edər. Qəbul etməz, etməz. Əgər bir insan, mən cəmaatı dəvət edim, məni sevsinlər, mən kütləni idarə edeyim. Onun niyyəti olsa, Allah üçün dəvət deyil, öz üçün dəvət edir. Ətrafına adam toplasın. Bu nədir? Ac canavara bənzəyir. Amma Peyğəmbərlərin dəvəti nə idi? Mən bunun mükafatını gözləmirəm. Dünya üçün deyil, Allah üçündür, subhanallah. Həmçinin baxın, kim deyir mənə dəvətimə cavab verərsə, mən bunun müqabilində dünya da vəd etmirəm. Peyğəmbərlər gəlməyib ki, insanlara dünya vəd etsinlər. Subhanallah. Mən ancaq sizi dünya və axirət xoşbəxtliyinə dəvət edirəm. Ancaq Allah'a ibadət edin. Nə demişdi Nuh əleyhissalam? Və la aqulakum indi xəzainullah. Mən demirəm ki, mənim yanımda xəzinələr var. Dəvətə gəlin sizə xəzinələr verəcəm. Və la a'lamul gayb. Mən qeybi bilmirəm. Subhanallah. Mən ancaq sizlər nəyə dəvət edirəm? Dünya və axirət xoşbəxtliyinə, subhanallah.
Ona görə peyğəmbərlərin mənhəcül ənbiya budur. Allah üçün dəvət etmək. Görsənsin kim dəvətində ancaq ətrafına adam toplamaq, şərəf sahibi olmaq, bunu tərifləsinlər, bunun haqqında kim tənqid etsə, bütün cəmaatı ona qarşı yönləndirir, onu gözdən salmaq üçün bu peyğəmbərlərin metodu deyil. Bu hizbiçilərin adam toplamaq, subhanallah. Yəni, bədbəxtçilikdir bu. Yəni, ahirətdə nə qalacaq? Bu dünyada topladın, verdi. Sonra, öləndən sonra hamısı çıxıb gedəcək. Bu bədbəxtçilikdir. Hətta bəziləri vardır ki, elm dəvət eləyir, görəndə ki, adam az gəlib, üzülür. Subhanallah. Hətta bir nəfərə belə təbliğ etsən, sən niyə üzülməlisən ki? Və yaxud da ki, misal üçün, bir yerə dərsə çağırdılar birisini, deyib, nə qədər adam gələcək? 15 nəfərdir, 200 nəfər olmasa gəlmərəm. Belə o şeyə gedir. Şovmenlə, toya gedir. Bir abırçılıqdır bu. Bu Allah üçün dəvət deyil. Olur, bu bizim aramızdan çıxanlardan danışıram mən. Bu Allah üçün dəvət deyil, sən Allah üçün təbliğ elə. Kim qəbul edər, edər, etməz, etməz. Peyğəmbərlərin dəvət metodu nədir? Budur. Həmçinin nə demişdi? Allahdan qorxun, baxın. Peyğəmbərlərin dəvət metodu bu olub. Allahdan qorxun. Həmçinin sizlərə əmr edirəm. Həmçinin üslub nə idi? Ət-tərğib. Həm sevdirmək, həm qorxuzmaq. Baxın, sevdirmək nə idi? Nuh əleyhissalamın dəvəti. Çox önəmlidir bu. Fəqultu istəğfir rabbəkum, innəhu kənə qaffara. Mən onlara dedim ki, Allahdan bağışlama dileyin. O bağışlayandır. Yursilus səmə aleykum idrara. Əgər siz bağışlama diləsəniz, Allah təala sizə səmadan bol-bol yağmur endirər, nemətlərini endirər. Və yumdidkum bi amwalin və banin. Sizin evladlarınızı və mal mülkünüzü çoxaldar. Və yec'allakum enhara. Nuh surəsi. Baxın, bütün peyğəmbərlərin dəvətini olub, altadan bağışlama dileyin. Və ən çox alta bizə Quran-Kərimdə kimləri misal çəkir? İçərisində Nuh əleyhissalam. 950 il təbliğ aparır, təbliğat edir, heç zaman üzülmür, ancaq nədir? Bağışlama dileyin. Çünki bağışlama diləsəniz, yenə də Allah bağışlayar, subhanallah. Nuh əleyhissalam bu bütün timsalında hər zaman nədir? Allah Teala nədir? Bağışlama dileyin. La ilahe illallah. Ona görə də nədir? Bağışlama diləmək nədir? Ən böyük bütün peyğəmbərlərin öz ümmətinə birinci tövsiyəsidir. Bağışlanma diləsəniz bağışlayacaq. Bununla bitirmi? Yox. Evladlarınız da çoxaldacaq, mal mülkünüz də çoxaldacaq. Subhanallah. Yəni ona görə nədir? Hər bir şeydə nədir? Bağışlama diləmək. Subhanallah. Ondan sonra əlbəttə ki, həm qorxu, həm rəğbətləndirmək, bütün peyğəmbərlərin nədir? Dəvəti budur. Həmçinin nə dedi? Baxın, peyğəmbərlərin dəvətinə baxın. Allah Teala'nın bütün nemətlərini xatırlatdı. Dedi, baxın Allah Teala hansı məxluqatlar yaradıb. Bütün bunlar Allahın təkliyinə, ucalığına dəlalət deyilmi? Nə demişdi? Baxın Nuh surəsində. Ələm tərəv keyfə xalaqallahu səb'ə səməvatin tibaqa. Məyər görmürsünüz Allah Teala üst-üstə yaratdığı səmaları? Və ca'aləl qamara fihinnə nura. Bu səmalar içərisində ayı nur etdi. Və ca'aləş şəmsə siraca. Günəşi isə sizlər üçün çıraq etdi. O günəşin günəşi olmasa insan yaşaya bilər? Yox. Vallah ənbətəkum minəl ardı nəbətə. Allah da sizi torpaqdan yarattı. Thumma yu'idukum fiha. Sonra sizi oradan yenidən torpağa qaytaracaq. Və yuxricukum ixraca. Yenidən sizi torpaqdan dirildəcək. Vallahu ca'alakum al-arda bisata. Allah da sizlər üçün yer üzərini döşəmədi mi? Liteskunu minha. Yəni litesluku minha subulan. Bu yer üzərində qazanasınız, dolaşasınız, gəzəsiniz. Nuh surəsi. Subhanallah. Həmçin baxın Nuh əleyhissalamın dəvətinə. Bir insan biraz dəvət aparır. Sonra görür ki, dəvətinə cavab vermirlər, üzülür. Tərk eləyir dəvəti. Baxın, elələri vardı ki, tələbə olub, yaxşı oxuyub, dəvətə başlayıb, görüb ki, ətrafına adam toplaya bilmir, dəvət tapdı, tərk eləyib. Subhanallah. Baxın, deyək ki, altın, gecə və gündüz, gizli və aşkar insanları çağırdı, amma heç zaman deyir, məyus olmadı, bezmədi. Qalə Rabbi, baxın, Allaha nə deyir Nuh əleyhissalam? Qalə Rabbi, inni dəavtu qavmi leylən və nəhar. Ey Rəbbim, gecə və gündüz qövmü dəvət etdim. Fələm yezidhum dua illə firar. Onlar isə üz döndərdilər, qaçdılar. Qəbul etmədilər. Və inni kulləmə dəavtuhum. Mən hər zaman onları çağıranda sənin yoluna, sən onların günahlarını bağışlamaq üçün
əllərini qulaqlarına qoydular, yəni dinləmədilər, üzlərini örtdülər, subhanallah, təkəbbürlü göstərdilər. Sonra mən onları açıq-aşkar dəvət etdim, sonra gizli dəvət etdim, subhanallah. Baxın, Nuh Aleyhisselam dəvətində bütün üslubları istifadə edir. Amma neynədi qövmü? Ancaq deyir, az bir qismi neynədi? İman gətirdi, subhanallah. Amma Nuh Aleyhisselam bezdi mi? Yox, bezmədi. La ilahe illallah. Həmçinin Nuh Aleyhisselam bu dəvətində ən böyük birinci fayda nə idi? Birinci nəyə dəvət etdi? Ubudullaha mə ləkum min ilahin qayru. Allah'a ibadət eləyin, sizin Allahdan başqa ilahınız yoxdur. Yəni Allahdan başqa ibadətlə haqq məbud yoxdur. Subhan. Birinci dəvət bu olmalıdır. O dəvətçi ki, insanlar tövhidə dəvət etmirsə, onun dəvəti boş bir dəvətdir. Nə faydası var? Bəziləri tövhidə dəvət etmir. Niyə görə? Ətrafında çox adam yığılır. Subhanallah. Və yenə də nəyə gəlir? Dünya. Adam olsun ətrafımda, sözüm dinlənsin və s. Həmçin baxın, bütün peyğəmbərlər nə demişdi? وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ. Mən bu dəvət müqabilində sizdən bir mükafat gözləmirəm. Ancaq mükafatımı kim verəcək? Uca Allah verəcək. Həmçinin baxın, Nuh Aleyhisselamın səbirinə gecə və gündüz dəvət etdim. Həm açıq, həm aşkar, həm onları rəğbətləndirdim, bağışlama diləyin, həm qorxuzdum. 950 il. Subhanallah. Amma neynədi? Qəbul etmədilər. Həmçinin onlar neynədi? Dedi ki, salih insanları Allah dərəcəsinə qoymayın. Salih insanları sevin, amma sevgidə həddini aşmayın. Amma onlar neynədilər? Dedilər ki, yox, biz bu öz ilahlarımızı tərk etməyəcəyik. Biz nə zaman onları yadımıza salırıq, şəkillərini çəkdik, bizdən əvvəlkilər düzdülər, döşədilər. Sonraki ümmət gəldi, neynədi? Onlara səcdə etdi. Biz bunlar nədir? Tərk edə bilmərik. Çünki bunlar bizə yağış endirir və s. Subhanallah. Yox mu belə şeylər var? Deyirlər, bir ziyarətgah var, deyirlər, orada daş var, deyirlər, yağış daşları. Göy yağış endirir, subhanallah. Yağış endirən Allah. Ruzunu verən Allah, subhanallah. Həmçinin baxın, Nuh Aleyhisselamın ən böyük dəvətlərindən birisi nə idi? Bağışlama diləmək, subhanallah. Rəbbinizdən bağışlama diləyin. O bağışlayandır. Baxın, deyir ki, Şəbi, Xaraca Ömər yestəsqi. Bir gün quraqlıq baş verəndə nə edirlər? Bağışlama dilirlər Allah-Taala'dan. Yəni istisqa duası. Namaz qılırlar, dua edirlər. Ömər İbn Xattabın xəlifəliyi dövründə radiyallahu anhu quraqlıq baş verir. Deyirlər ki, dua ilə xəlifədir. Deyir ki, Ömər İbn Xattab çıxdı insanların önünə, fələm yezid aləl istiğfar hətta raca. Ancaq da bağışlama dilədi. Subhanallah. Fəmdaru. Yağış da yağdı. Dedilər ki, ey Ömər İbn Xattab, mə rəəynəkə istəsqaytə. Axı, sən də yağış üçün dua etmədin. Deyir ki, ləqəd talabtul matar. Amma mən deyir, Allah-Taala'dan deyir, yağış dilədim deyir. Nədir o bağışlama diləmək? Sən bağışlama diləsən, Allah da neynəyər? Neymətlərini verər, subhanallah. Və sonra neynədir? Bu ayəni oxudu. Nuh Aleyhisselamı deyir, qövmünə dediyini bilmirsinizmi? İstəğfir Rabbəkum. Rəbbinizə nədir? Bağışlama deyin. Nuh surəsi 10-12-ci nədir? Ayələr. Ona görə bir gün gəlirlər Həsən el-Basrinin yanına, deyirlər ki, quraqlıq baş verib. Deyir ki, Allahdan bağışlama diləyin. Başqa birisi gəlirsə, deyir ki, fağırlıqdan şikayət eləyir. Deyir, sən də bağışlama dilə. Başqa birisi gəlir, deyir ki, evladım olmur. Deyir, bağışlama dilə. Başqa birisi gəlir, deyir, bağçamda quraqlıq baş verib, yəni bostanımda. Deyir, bağışlama dilə. Subhanallah. Deyirlər ki, imam, hər kəsə eyni şey dedin. Deyir, mən heç nəyi əlavə etmədim, deyir. Özümdən demədim. Nuh surəsini oxuyun. Nə demişdi? Allahdan bağışlama diləsəniz, mal mülkünüzü də çoxaldaram, evladlarınızı da çoxaldaram, bol-bol yağış dəndirərəm. Subhanallah. Yəni, onu gör nədir? Birinci kimdir bu məsələdə misal? Nuh Aleyhisselam. Onun bağışlama diləmək, yəni insan bunu dilindən düşürməsin gün ərzində. Nə qədər bacarırsan. Amma qəlbən. Əstəğfirullah nə deməkdir? Yəni, Allah məni bağışla. Amma bunu deyərkən, qafil qəlbdən deyil, anlayaraq, nə deməkdir əstəğfirullah? Yəni, qüsurlarımı ört. Ey Rəbbim, nə qədər də mən ibadəti yerinə yetirsəm də, yenə də qüsurluyam. Yəni, baxın, Allah da peyğəmbərlərə əmr edir ki, istiğfar diləyin. Peyğəmbərlərin günahı var idi? Yox. Nəyə görə? Çünki bağışlama diləmək Allah dərgahında uca bir məqamdır. Allah dərgahında məqamın uca olmaq istəyirsənsə, çoxlu bağışlama dilə. Nə deyir Peyğəmbərimiz s.ə.v?
Kim istəyirsə ki, qiyamət günü onun əməl dəftəri görəndə onu sevindirsin, o əməl dəftərində çoxlu bağışlanma olsun. Hətta sahabilər deyir ki, gün ərzində Peyğəmbərimizdən çox Allah Taala'dan bağışlanma diləyən yox idi. Bir məclisdə deyir, bax, demir gündə. Bir məclisdə 100-dən çox deyir, bağışlanma diləyərdi. Rabbi xfirli və tub aleyyə. Ey Rəbbim, məni bağışla, tövbələrimi qəbul et. İnnəkə əntə təvvəbu rahim. Sən tövbələri qəbul edənsən, bağışlayansan. Hətta deyir ki, 100-dən çox deyir. Bir dəfə deyil, bir məclisdə. Və Peyğəmbərimiz salsam, gün ərzində nə qədər görüşlər oldu? Çox. Biri gəlir dəvətdən soruşur, birisi gəlir sualı var, birisi gəlir başqa qövmdən oturur ondan. Hər məclisdə, baxın, 100-dən çox deyir, bağışlanma deyir. Hətta deyir ki, sahabə, bizim içərimizdə ən çox bağışlanma diləyən kim idi? Rasulullah sallallahu aleyhi və səlləm. Subhanallah. Nəyə görə? Çünki məqam. Baxın, Allah Teala Quran-ı Kərimdə bilirsiniz, Nasr surəsi. Məkkə fəth olunub. Nə deyir? İzə cəə nəsrullah vəl-fəth. Allahın yardım fəthi gələndə. Görəndə ki, insanlar Allahın dininə dəstə-dəstə girirlər. Nə gəlir? Axırın kimdir? Nə gəlir? Fəsəbbih bihamdi rabbikə vəstəğfirhu. Rəbbinin şanına təriflər dinlə, bağışlanma dilə. Məkkə fəth olunub, bağışlanma dilə. Həcc edirsən, bağışlanma dilə. Namaz qılırsan, bağışlanma dilə. Subhanallah. Hər bir əməlin sonu bağışlanmanı. Nəyə görə? Biz nə qədər də əməlləri doğru yerinə yetirsək də haqqını ödəyə bilmərik, qüsurlarımız var. Həmçinin məqamın uca nədir? Olması üçün. Ona görə də Nuh əleyhissalamın həyatı əlbəttə ki, nədir? Çox önəmlidir. Ona görə də nədir? Baxın, Nuh əleyhissalamın həyatında əlbəttə ki, Nuh əleyhissalamın dəvətini qəbul etdilər. Əlbəttə ki, çox az birisi istisna olmaqla. Qəbul etmədilər. Hətta Nuh əleyhissalamı öldürməklə hədələdilər. Amma yenə də Nuh əleyhissalam nədir? Dəvətinə davam etdi. Hətta dedilər, biz sənin dəvətinə qəbul etməyəcək, ilahlarımızı tərk etmərik. Yenə də dəvət etdi. Subhanallah. Nəyə görə? Çünki Allahın əmri odur. Sən təbliğ elə. Hidayət verən kimdir? Uca Allah Teala. Sonra dedilər ki, əgər sən bundan dayanmasan, biz səni rəcm eləyəcək, daşqalaq eləyəcək. Qalu ləin ləm təntəhi. Ya Nuh, ey Nuhdir, bu dəvətindən dayanmasan, lənəkunənnə minəl mərcumin. Səni daşqalaq edəcəyik. Subhanallah. Hər zaman bax belədir. Kim haqqı deyirsə, düşmən olacaq. Amma dəvətçi düşünməli deyil, məni sevdilər, sevmədilər. Sən haqqı dinə, insanları təbliğ elə. Subhanallah. Həmçinin sonra nə dedilər? Biz sənə necə tabi olaq ki? Sənə itaət edənlərin çoxu kimdir? Fağırlardır. Subhanallah. Və yəni fağırların haqq yolda olması neysə dəyişdirir? Yox. Qaləl mələullezine kəfəru min qavmi. Kafir olana belə dedilər. Mə nərəkə illə bəşərə mislənə. Sən də bizim kimi bəşərsən. Və mə nərəkə təbəəkə illəl-ləzinə hum ərazilunə bədiyər rəyi. Dedilər ki, biz sənə necə itaat eləyək ki, sən də bizim kimi bəşərsən, sənin bir üstünlüyün yoxdur. Həmçinin sənə itaat edənlərin çoxu kimdir? Fağırlardır. Subhanallah. Biz necə ola bilər ki, sənə tabi olaq? Və sonra nə deyirlər Nuh əleyhissalama? Sən bu təbliğatınla deyəsən bizim üzərimizdə söz sahibi olmaq istəyirsən. Subhanallah. Bu da bir nədir? İftira. Haqq yolunda olanlara çox iftira atacaqlar. Subhanallah. Amma Nuh əleyhissalam onlar nə elədi? Hamısına bir-bir cavab verdi. Yalanları dedi, yalandır. Onun təbliğatı ancaq nədir? Haqqı çatdırmaqdır. Onu dünya üçün deyil, söz sahibi olmaq üçün deyil. Subhanallah. Və altı bütün bunlar nə elədi? Quran-ı Kərimdə onların bütün şübhələrinə Nuh əleyhissalam nə elədi? Cavab verdi. Subhanallah. Ona görə də baxın. Və bütün ən çox yəni bu görülmüş bir şeydir ki dəvətdə. Nə deyirlər misal üçün? Baxın. Elçilərin, peyğəmbərlərin deyir ki, əksinə onların, fağırların tabi olmağı peyğəmbərlərin haqq olduğunu göstərirdi. Nəyə görə? Baxın, deyir ki, hansı ki Rumun padşahı Herakl Abu Sufyanla görüşəndə deyəndə ki, peyğəmbərin sifətləri barəsində mənə de, dedi, ona itaət edən kimdir? Sizin içərinizdə şərəflilər, yoxsa fağırlar? Dedi ki, fağırlar. Dedi, bəli, peyğəmbərlərin dediyi, onlara itaət edənlərin çoxu fağırlar olurlar. Subhanallah. Fağırlıq əksinə nədir? Bir şərəfdir.
Yani bu heç bir şeyi azaltmaz. Subhanallah. Ama en çok küfür edenler kim olur? Elbette ki zənginlər. Çünki mal dövlət nədir? Onları nə edir? Aldadır hər zaman. Ona görə də əksinə peyğəmbərlərin itaət edənlər birinci kimlər idi? Fağırlar idi, kasıblar idi. O demək deyil ki, kasıblar tabi olursa o yol haqq deyil. Yox, haqq nə ilə bilinir? Dəlillə nədir? Subutla bilinir. Yəni Allah Teala nədir? Quran-ı Kərimdə onların verdiyi bütün şübhələr və şübhələr nədir? Əlbəttə ki, bir-bir hamısını eləyir, Nuh Aleyhisselam cavab verir. Və burada əsas, baxın, Nuh Aleyhisselama atılan şübhələrin 3 dənəsini qeyd eləyək, onunla kifayətlənir. Çünki Nuh Aleyhisselam mövzusu uzun mövzudur. Yəni bir dərsə bunu bitirmək olmaz. Çox ibrətlidir Nuh Aleyhisselam. Birinci şübhə nə idi? Baxın. Nuh Aleyhisselamın şəxsiyyətinə edilən təhqirlər. Subhanallah. Ona görə də hər bir dəvətçi haqq yoluna dəvət edirsə, İnsanlar sənə qarşı iftira atacaqlar, səndən üz döndərməyə çalışacaqlar, səfih, cahil, savadsız, dünya görüşü yox və s. və s. Məqsəd nədir? İnsanları səndən uzaqlaşdırsınlar. Subhanallah. Bunlardan birinci kimə edilmişdi? Nuh Aleyhisselama. Nə demişlər? Qaləl mələu min qavmi. Bax, qövmündən çoxu bunu demişdi. İnnə lənərəkə fi dalalin mubin. Sən açıq-aşkar zəlalət içərisindədir. Subhanallah. Amma Nuh belə deyil, mən də zəlalət içərisində deyiləm, yolumu azmamışam. Mən Rabbul aləminin elçisiyəm. Onun risalətini sizlərə çatdırıram. Subhanallah. Həmçinin digər peyğəmbərlərə də bu olmuşdu. Və Qureyş də bunu demişdi Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə qarşı. İkinci nədir? Birinci dəvətçi. İkinci etdiyin dəvətə qarşı Nuh Aleyhisselam'a nə demişlər? Sən bizim ilahlarımıza qarşı çıxırsan. Subhanallah. Ona görə də dəvətə qarşı, doğru dəvətə qarşı düşmənçilik əvvəlki qövmlərdən qalan nədir? Əlbəttə ki, mirasdır. Ondan sonra nədir? Həmçinin dəvət edilənlərə qarşı. Yəni, əgər bax gör sənə kimlər tabi olur, subhanallah. Kimin tabi olmağı önəmli deyil. Əsas burada meyar nədir? Haqdır, subhanallah. Həmçinin Firon da onu demişdi. Ey Musa, sənə tabi olanlar kimdir deyə. Ona görə nədir? Əl-küfrü millə vahidə. Küfür bir millətdir. Zaman dəyişsin, dəyişməsin. Onların Nuh Aleyhisselamdan zamanımıza qədər eyni devam edir. Nədir? Allahın yolundan uzaqlaşdırmaq üçün iftira və yaxud da gözdən salma hər bir şey olacaq. Subhanallah. Deyir ki, Allah Quran-ı Kərimdə İnnəl-ləzīnə kəfəru yunfiqūnə əmvələhum liyasuddu an sabilillah. Həqiqətən də küfr əhli deyir, Allahın yolundan insanları döndərmək üçün mal mülklərini sərf edəcəklər. Fəsəyunfiqunəhə. Subhanallah, deyir ki, bol-bol sərf edəcəklər. Baxın, nə qədər İslam düşmənləri var qərb dünyasında. İslamdan uzaqlaşdırmaq üçün nə iftiralar atırlar. Hətta müsəlmanların içərisindən səfehlər çıxır ortaya, onları dəstəkləyirlər. Allahın nurunu söndürməyə. Allahın nuru söndür? Yox. Sönməyəcək də. Mən həcdə bir tanış olmuşdum bir türklə Almaniyada. Yəni Almaniyadan həccə gəlmişdi, söhbət etdim. Dedi, bax, mənə həyat yoldaşım İslamı qəbul edib. Anası deyir ki, onu dindən döndərmək üçün hər həftə kinoya aparır. O kinolar ki, İslam əleyhinədir. Çünki hər il 50 min, 100 min insan İslamı qəbul edir qərb ölkələrində. Bu da anasını qırmamaq üçün gedir. Baxır, deyir ki, yəni onsuz da mən dinimdən dönməyəcəm. Fəsəyunfiqunəhə. Yayacaqlar. Baxın, insanları tovhiddən döndərmək üçün bəzi, bilirsiniz, nələr yayırlar? İftiralar, Rəsulullah sahabilərinə qarşı, tovhid əhlinə qarşı. Fəsəyunfiqunəhə. Yayacaqlar. Mal mülkün xərcləyəcəklər. Sonunda nədir? Thumma təkunə aleyhim həsrətən. Sonra peşmançılıq çəkəcəklər. Harada? Cəhənnəmdə. Doğru yolda olmadıq. Thumma yuğləbun. Sonra məğlub olacaqlar. Subhanallah. Ölüm gələcək, hamısı gedəcək. وَالَّذِينَ كَفَرُوا إِلَى جَهَنَّمَ يُحْشَرُونَ. Həqiqətən küfr olanlardır, cəhənnəmə nədir? Həşr olunacaqlar. Allah da Quran-ı Kərimdə buyurur. Ona görə də dəvətdə səbir. Nuh Aleyhisselamın həyatını bir oxuyun. Həmçinin Allah nə eləyir? Nuh surəsində bunu bizlərə daha genişini eləyir, açıqlayır. Baxın, həmçinin burada Allah yoluna dəvət edən insan, burada ən böyük fayda nədir? Baxın, qardaşlar.
Allah yoluna dəvət edən insan heç zaman nəticə gözləməsin. Nə nəticə? Görəsən, çoxmu insan qəbul etdi məni? Çoxmu insan gəldimi? Əgər bir insan çoxluğa görə, çox adam gəldimi, gəlmədimi, çox insan məni dinləyim, dinləmirmi, nəticə gözləyirsə, o Peyğəmbərlərin dəvəti deyil. Çünki nəyə görə? Sən Allah üçün dəvət et. Hidayət edən kimdir? Uca Allah Teala. Yəni, baxın, biz fitrətən İslamdayıq, Allah həmd olsun. Amma Nuh əleyhissalam oğlu üçün istədi, Allah vermədi. İbrahim əleyhissalam atası üçün istədi, bu İslamı vermədi. Rasulullah s.ə.v yaxınlarından istədi, Allah vermədi. Subhanallah. Həmçin Lut əleyhissalam yaxından istədi, həyat üçün Allah vermədi. Nəyə görə? Bəyəm din kiməsə görədir? Yox. Allah istədiyinə verir. Hikmət sahibi odur. O bilir ki, kim nəyə layiqdir. Subhanallah. Ona görə bir insan doğru əqidədədirsə, Allah gecə gündüz həmd etsin ki, Allahım, sən məni bu doğru əqidə ilə dərgahına götür deyə. Subhanallah. Peyğəmbərlər yaxınlarına istəyib, uca Allah Teala nədir? Onlara nədir? Verməyib. Subhanallah. Bizə fitrətən olaraq Allah bizlərə nə edib? Bu gözəl əqidəni bəxş eləyib. Amma biz buna görə şükr edirikmi? Yox. Ona görə Peyğəmbərlərin dəvət metodu var. Gecə və gündüz dəvət etdi. Cavab verən nə oldu? Çox az bir insan. Amma nəyə görə? Çünki dəvətçi nəticəni gözləməz. Bəziləri görürsən, dərs keçir. İkinci dərsdə artıq əvvəlki dərsdə nə qədər adam gəliblər, onun şəklini, dərsini çəkib qabanı qoyub ki, yəni mənim dərsimə çox adam gəlir. Subhanallah. La ilahe illallah. Cəhalətdir bu. Yəni, adam toplayım, ətrafımda adam çox olsun. Hətta bəziləri var ki, öyünür. Mən də bir nömrəyəm dəvətdə. Bay. Biabırçılıqdır bu. Bu Allah üçün dəvət deyil. Number one-am deyir mən deyil. Var elləri. Hətta onlardan birisi var, başqana demiş ki, onlar cahildir, onlara fora verirəm deyil. Oy, maşallah. Bir şaşqızad oynayır. Allahın dəvətini bax, dəvət Peyğəmbərlərdən sonra ən böyük mərtəbədir dəvət. Dəvəti nə üçün istifadə edirlər? Şan şöhrət. Məni çox tanıyarlar, ətrafıma çox adam gəlsin. Subhanallah. Deyir, filan kəslər cahil olar, mən tavhid öyrədərəm. Vay. Amma alimlərin əxlaqına baxın, subhanallah. Bunu deyən bilsən kimlərdir? Alim əxlaq bilmirlər, ancaq özünə dəvət edir cəmaat. Subhanallah, alimlə oturursan, söhbət edirsən, elə yanında oturursan ki, elə bilirsən, sən ondan elmlisən. Subhanallah. Təvazükarlıq, sanki bilmir. La ilahe illallah. Ancaq o hamısını bilir. Bəzən təvazükarına cavab vermir, bilmirəm, get başqasından sorur. Niyə birdən qəlbimə kibir gələr? Bunlar isə yox, bir-iki dənə kitab oxuyan kimi özünü təriflər. Hətta misal çəkirdi, adam var, ayda 2 dənə kitab oxuyur, özünü qəsd edir. Bay. Biabırçılıqdır bu, qardaş. Yəni, Peyğəmbərlərin dəvəti bu deyil. Ətrafıma adam toplayım, kütləni idarə edeyim, çoxmu məni dinləyirlər, biz neçə faizik, qarşı tərəf neçə faizdir, ucu faizlə ölçürlər. Bu biabırçılıqdır, vallahi. Mənhəcül ənbiya bu deyil. Subhanallah. Hətta salihlər görəndə ki, elm məclisində çox adam var, qorxardılar. Birdən qəlbimə riya gələr. Öz nəfsimi bəyənməyə gələr. Subhanallah. Zamanımızda isə adam az gələndə üzülürlər. Sonra neyini? Adam cəlb eləməyə üslubunu axtarırlar ki, necə eləyim ki, adam çox gəlsin. La ilahe illallah. Biabırçılıqdır bu. Çünki dəvət, Peyğəmbərlərin dəvətini aparmaq, bu ən müqəddəs əməldir. Peyğəmbərlərdən sonra ən yüksək mərtəbədir. Amma bunu bəziləri nəyə çeviriblər? Şan şöhrətə. Bəziləri, mən bilirsən nə qədər dərs keçmişəm. Deyir hələ də, estağfurullah. Biabırçılıq. Ona görə nədir? Əsl dəvətçinin istəyib olmalı deyil, subhanallah. Baxın, hətta Peyğəmbərimiz s.ə.v o qədər dəvət eləyir, qövmü gəlməyəndə Peyğəmbərimiz s.ə.v bir vaxt üzüldü. Altına nə elədi? Qadağan etdi. Fələ təzhəb nəfsəkə aleyhim həsərat. Buna görə deyir, özünü öldürmə. Yəni, özünü üzmə, qədərlənmə. Nəyə görə? Çünki hidayət verən kimdir? Uca Allah Teala. Baxın, həmçinin Nuh əleyhissalam qövmü küfr əhli olduğu üçün, inatkarlıq etdiyi üçün nə edir? Üzülür.
Az bir insan neyinir? İman gətirir. Və uhiyə ilə Nuhin. Baxın, altı dedi ki, Nuh'a deyib belə deyib, vəhiy edildi. Ənəhu lən yu'minə min qavmikə illə qad əmən. İllə mən qal. Bundan sonra heç kimsə sənə iman gətirməyəcək. İman gətirənlərdən başqa. Fələ təbtəiz. Baxın, təsəlliyə baxın. Fələ təbtəiz bimə kənu yəfəlun. Onların etdiyinə görə üzülmə, kədərlənmə. Subhanallah. Altı neyinir? Təsəlli verir. Çünki nəyə görə? Hidayət verən uca Allahdır. Sən üzərinə düşən vəzifəni insanlara çatdır. Hidayət kimin əlindədir? Uca Allahın əlindədir. Nuh əleyhissalam uzun bir 950 il sonra inatkarlıqlarına görə nədir? Allah Taala'dan onlar üçün nədir? Həlak istədi. Subhanallah. Həlak istədi. Amma nə zaman? Ən son səbir 950 il gecə və gündüz dayanmadı. Subhanallah. Görün Peyğəmbərlərin metoduna, səbrinə və altı nədir? Əlbəttə ki, onun dəvətinə nədir? Cavab verdi. Subhanallah. Yəni, xülas olaraq bir mömin əlbəttə Peyğəmbərlərin həyatından toxunacaq sonra Nuh əleyhissalamın başına gələn digər hadisələr. Bir insan əlbəttə dəvətdə həm səbirli olmalı, həm də insanların iman gətirmədiyinə görə üzülməməli və həmçinin salih insanları Allah dərəcəsinə qoymamalı. Salih insanları sevirik, amma onlar ilah deyil. Onlar və ya da ki, Allahın köməkçiləri deyil. Subhan. Bəziləri belə başa düşür. Mənim duamı Allah qəbul etməz, mən günahkaram, filan salih qulla yaxınlaşım. Subhanallah. Yəni, öləndən sonra Allah Teala salih insana axirət dünyasına vəzifə mi verir? Bunların vəzifəsi mi var ki, öləndən sonra bu dünyada elə edə bilmədiklərini öləndən sonra eləyirlər? Əstəğfurullah. Bu dünyada edə bilmədiyi insan necə ola bilər ki, öləndən sonra etsin? Axirət dünyasından bu dünyanı görsün, idarə eləsin. O bəzi təriqətlər var, sufi təriqətlərində. Öləndən sonra da övliyə tasarruf sahibi. Nə demək tasarruf sahibi? Öldürür, dirildir, kömək eləyir. Subhanallah. Ona görə nədir? Bax, salih, bütün Allaha şirkin əsası nədir? Əlbəttə ki, salih insanları Allah dərəcəsində olur. Salih insanları biz sevirik. Biz buna deyəndə bəziləri siz salihləri sevmirsiniz, övliyalar sevmirsiniz. Subhanallah. Nədir övliya? Altı nədir Quran-ı Kərimdə? Əl-ləzīnə əmənu və kənu yəttəqun. Allah iman gətirənə Allahdan qorxanlar. Dedi ki, qəbirdən çıxıb has atanlar yox. Dedi yağış yağdıranlar yox. Dedi ölü dirilənlər yox. Bəziləri kino çəkirlər. Güya hansı övliyanı çağırırlar, bir qadına kimsə təcavüz eləmək istəyir, o da qəbirdən çıxır, hasasını atır. Vay, vay, vay. Bu nədir? Belə şey olar, istəxfurullah. Qəbirdən çıxıb asa tullayır. Yox, kubik tullayır. Bu əksinə Allah dərəcəsinə qoymaq deməkdir bu. Subhanallah. O dünyadan bu dünyanı gələ bilməzlər bura. Kömək də eləyə bilməzlər bizə. İnsan yaxşı əməl edir ki, neynəsin? Cənnəti qazansın. Baxın, şirk nə zaman başladı Allah'a şərik qoşmaq? Salih insanlar Allah dərəcəsinə qoymaq. Əl-ləzin əmənu və kənu yəttəqun. Allah iman gətirənlər, Allahdan qorxanlar. Hər bir müsəlman Allahın vəli quludur. Amma bu dərəcələri var. Bəziləri daha çox Allah'a yaxındır, bəziləri az. Amma demir ki, Allahın vəli qulu olursansa, öləndən sonra kainatı idarə edəcəksən, insanlarla Allah arasında vasitəçi olacaqsan. Hətta onlardan birisi deyir ki, filan kəs deyir, oturub bir Allahın qarşısında, biz dua edirik, bizim dualarımızı Allah'a ötürür. Subhanallah. Ya bu Allah düşüncəsi bunlar üçün nə deməkdir bu? Hansı ki, uca Allah, əzəmətli Allah ehtiyacı var. Salih qul qarşısında otursun, öləndən sonra ha. İnsanların dualarını ona çatdırsın. Subhanallah. Və mə qadarullah haqqa qadri. Həqiqətən Allah layiqincə qiymətləndirmədilər. Vəl-ardu qabdatuhu cəmi'ən yevməl qiyamə. Qiyamət günü yer kürəsi bütövlüyündə Allahın ovucunun içində olacaq. Və səmavatu matviyyatun biyəmini. Səmaları isə sağ əli ilə bükəcək. Subhanallah. Bu ucu əzəmətli Allahın ehtiyacı var ki, öləndən sonra salih qulu bizimlə onun arasında vasitəçi olsun. Yox. Bu nədir? Doğru deyil. Bax, Nuh əleyhissalamda nə zaman alta göndərdi? 10 əsr, yəni 1000 il sonra. Nə zaman ki, insana neynədilər? Elm uzaqlaşdı, Allah'a şərik qoşdular. Uca Allah Teala bizləri şərik qoşmadan qorusun. İnşallah gələn dərsimizdə Nuh əleyhissalamın həlaki və oğlunun da həlaki olmasına toxunarıq. Uca Allah Teala bizi haqq yoluna ayırmasın. Tevhidi biləndən sonra Allah Teala bizləri şərik qoşanlardan etməsin. Uca Allah Teala imanımızı güclü eləsin. Uca Allah Teala
dünyasını dəyişən valideynlərimizin günahlarını bağışlasın. Uca Allah elm məclisinin sonunda günahlarımızı bağışlasın. Uca Allah Teala evladlarımız salih qullarını eyləsin. Uca Allah Teala bizim vətənimizi qorusun. Məkir düşmə hilələrindən, fitlərindən, fəsadlarından. Uca Allah Teala əskərlərimizi qorusun, zabitlərimizi qorusun. Ölkəmizə qarşı hilə, fəsad, pislik istəyənlər Allah Teala öz hilələrindən məhv eyləsin. Uca Allah Teala ölkə başımızı hər zaman xeyir işlərinə müvəffəq eyləsin. Uca Allah elm məclislərinin sonunda günahlarımızı bağışladı, qullarını eyləsin. Uca Allah Teala bizləri təmiz əqidə, təvhidlə dərgahına qovuşan qullarını eyləsin. Amin.